Salam sabah xeyir olsun. 27 may 2026-cı il tarixidir. Yaz səsinin 67-ci Zülhicə ayının 10-cu günüdür. May ayının son həftəsinin son 3-cü çərşənbə günüdür. Hər birimizə gözəl bir gün keçirməyə arzu edirəm bu gündə. Və 27 may bayram günü, tətil günü olmağına baxmayaraq, yenə də iş yerlərində işləyənlərimiz, ofislərində işləyənlərimiz var, iş arxasınca gedənlər var, evlərində ev işləri ilə, ev darlıqları ilə, bayrama aid olan işləri ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığa və gözəl bir xoş xəbərli, bollu, bərəkətli, ruzli bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı 27 may günündə tətil günü olmağına baxmayaraq təhsili ilə məşğul olan məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə və digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehin açıqlığı, iş avadlığı, yol açıqlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 27 may günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm. Qalanlara səbir, can sağlığı diləyirəm. 27 may günündə kimlər ki, xəstələri var, Allahdan şəfa diləyirəm, can sağlığı diləyirəm. Bununla yanaşı bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Xoş xəbərlərlə dolu, zəngin olan can sağlıqlı və gözəl, bol, bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. Bununla yanaşı 27 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 27 may bildiyimiz kimi bugün Qurban Bayramı günüdür və hər birimizi bu münasibətlə təbrik edirəm və bununla yanaşı ilk olaraq başda Ali Baş Komandanımız İlham Heydəroğlu Əliyevi, birinci vitse-prezident Mehriban Arif qızı Əliyevanı, ailə üzvlərini, hər birini, eləcə də bütün şəhid, qazi, əskər ailələrini bu münasibətlə təbrik edirəm. Bununla yanaşı bütün dünya Azərbaycanlılarına, bütün dünyada yaşayan müsəlmanları Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Kəsilən qurbanların, edilən niyyətlərin, duaların, ibadətlərin hər birinin qəbul olunmasını arzu edirəm. Qurban Bayramına aid olan Seymur Sönməz Paşayevin yazmış olduğu şeirdən bir bənd deyirəm. İsmail qurbanı İslam adına, Rəbbim son anında çatdı dadına. Bir toğul göndərdi, dedi qanına, boyanıb əlqanda olmasın bəndəm. Və 27 may günündə həm də tarixi günlərimiz var. 1199-cu ildə torpaqsız Yohan İngiltərə kralı olduğu gündür. 27 may günündə demək 1703-cü ildə Rus çarı 1. Pyotr Sankt-Peterburq şəhərinin əsasını qoyduğu gündür. 27 may 1941-ci ildə 2-ci Dünya müharibəsində Almaniyaya məxsus Bismarck Lincoln'un ilk özünün dəniz səfərində İngilislər tərəfindən batırılması nəticəsində 2106 nəfərin həlak olduğu gündür. Bununla yanaşı 27 may 1905-ci ildə Rus-Yapon müharibəsi Tsisuma döyüşü baş verdiyi gündür. 27 may 1927-ci ildə Futor deməli kampaniya Model T-nin istehsalının dayandırıldığı gündür. 27 may 1960-cı ildə Türkiyədə demək hökumət çevrilişi nəticəsində prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırıldıqları gündür. 27 may 1996-cı ildə isə Birinci Çeçen müharibəsində Boris Yeltsin Çeçen mücahidlərinin rəhbəri Zəlimxan Yanderbiyevlə atəşkəs müqaviləsi imzaladığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.